10 yaşlı Sərxanın küçədə əlindəki ədiyyəsinə baxdığı yerdə yol qəzasına düşməsi yəqin ki, çoxlarının xatirindədir. O vaxt bu uşağı yoldan keçən polisin xilas etməsindən bəlkə də çoxlarınız xəbərsizsiniz. Elə növbəti sujetimiz bu haqda olacaq. Sərxan Hüseynovun qəzaya düşməsini ilk görənlərdən biri idi. Polis polkovniki Müşfiq Gözəlov. Lakin o an Gözəlov üçün vəzifə səlahiyyətlərini yerinə yetirmək arxa plana keçmişdi. Qəzanı araşdırmaq deyil, yaşamaq uğrunda mücadilə aparan azyaşlının həyatda qalması üçün insanlıq borcunu yerinə yetirməli idi. Vurulan kimi götürür, 3 dəqiqə ərzində çatdırır mərkəzi klinik xəstəxanaya. Mənə zəng edir yoldan, uşağın telefonundan götürür, nömrəmi zəng edir. Aldığı xəsarətlər ağır olmasına baxmayaraq Sərxanı həkimlər həyata qaytara bildilər. Ancaq bu müddət ərzində polis Gözəlov nə Sərxanı, nə də onun ailəsini tək buraxmadı. Reanimasiyaya yerləşdiriləndən palataya köçürülən günə kimi Sərxanın müalicəsinin gedişatı ilə hər gün maraqlandı, öz doğması kimi. Hər gün və hər dəqiqədə səhər axşam məndən məlumat verəndi. Çünki ona hamıdan birinci qabaq məlumatı ona verir. Öz həyat yoldaşı ilə də gəldi, tək-də gəldi, hər gün gəldi. Müalicəsi başa çatdığı üçün ötən gün Sərxan xəstəxanadan evlərinə yola salındı. Sərxanı yenidən həyata qaytaran həkimlər, ailə üzvləri və onun xilaskarı polis polkovniki Müşfiq Gözəlov da bu sevinçli günə şahidlik edənlər içərisində idi. Şükür Allah, yaxşıdır, yavaş-yavaş toparlamağa çalışır. Şükür Allah. Sol beyin əməliyyatı keçirmişdi, sümüklər qırılmışdı. Müalicədən sonra, gözünü toparlayandan sonra ikinci əməliyyatını qapatdıq inşallah. Hüseynovlar ailəsi isə polis zabitinin onların övladını xilas etdiyinə görə ona bir ömürlük vəfa borclarının olduğunu deyirlər. Bu yaxşılığı heç vaxt unutmayacaqlar, insanlıq dərsi olaraq yaddaşlarında saxlayacaqlar. Mən ona ömür boyu minnətdaram. Allah elə insanları var eləsin, Allah elə polisdən canı sağ olasın. Məlum səbəblərdən Sərxanın həyatını xilas edən polis zabiti Müşfiq Gözəlovdan müsahibə götürə bilmədi. Heç bunu özü də ehtiyac bilmədi. Amma onu tanıyan hər kəs bilir ki, Müşfiq Gözəlov işinə son dərəcə məsuliyyətlə yanaşan, peşəkarlığı və mərhəməti ilə tanınır. Bunu polis zabiti azyaşlını xilas edib başlığı ilə paylaşılan video və məlumatlara yazılan şərhlərdən də aydın görmək mümkündür. O səs-küy yaratmadan, diqqət mərkəzində olmağı istəmədən öz vəzifə borcunu yerinə yetirdiyini deyir. Bəlkə də elə buna görə onun etdiyi xeyirxah addım sözlərdən çox əməlləri ilə danışır. Məlumat üçün bildirək ki, Müşfiq Gözəlov Şuşanın sabiq icra başçısı Mikayıl Gözəlovun oğludur. Rəşad Vəkiloğlu, Space xəbər.